Hər birinizi salamlayırıq 3 qat iplik verilişində. Mən Zaur və mən Xəyalə. Sizi bugün verilişdə xoş gördük. Bugün də biz ailə münasibətləri haqqında danışacağıq. Ailədə baş verən problemlər, onların həlli və bir sıra məsələlərə bugün də toxunacaq əziz izləyicilərim. Amma verilişimizi başlamamışdan öncə Vaiz kitabından 4:12-ni oxumaq istəyərdim. Əgər bir nəfər tək qalıb məğlub olarsa, 2 nəfər hücuma tab gətirə bilər. 3 qat ip tez qırılmaz. Həqiqətən də Xəylə, doğrudan da vacib bir mövzudur. Bu günləri bizim araşdıracağımız, danışacağımız mövzu bir çox ailələrə problem yarada biləcək bir mövzudur. Amma biz bu məsələyə toxunmalıyıq ki, bir çox insanlar bunu bilsin. Ailələrində buna nəzarət eləsinlər. Və hətta ailələrində bir çox məsələlərə biz toxunduqca, onlar öz ailələrinə baxıb, bəzi nöqtələrə nəzər saldıqca düzəlişlər eləyə bilərlər, əgər bu məsləhətlərə qulaq assalar. Bizim mövzumuz bu günləri ailədə üçüncü şəxsin təsiridir. Xəylə, bu haqda sən nə düşünürsən? Bu çox gözəl mövzudur və mən ilk növbədə Yaradılış kitabından danışmaq istəyirəm. Yaradılış kitabının ilk fəsillərində Rəbb orada yazır ki, necə Allah, Rəbbimiz, İsa Məsihimiz, Allahımız ilk ailəni necə qurdu, ilk ailəni necə yaratdı, onun bünövrəsini necə qoydu. Bu haqda çox gözəl ayələr yazılıb və mən Yaradılış kitabı 2-ci fəsil 24-cü ayədən oxumaq istəyirəm. Burada yazılıb ki, buna görə... İstəyirsən buradan oxu. Bəli. Yaradılış kitabı 2-ci fəsil 24-cü ayədə belə yazılıb. O səhifədədir. Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq. Amin. 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 Doğrudan da çox gözəl ayədir. Rəbb burada nə deyir? Bu ayələrə əsasən Rəbb bizə deyir ki, iki insan birləşib bir bədən oldu. Yəni, onları birləşdirən Rəbbin özü idi və ilk ailənin bünövrəsini qoyan da məhz Rəbbin özü idi. Və Rəbb onları birləşdirəndən sonra onlara xeyir-dua verdi, onları bərəkətlədi və o zaman ki, Rəbb onları yaratmışdı, biz ayələri oxuduqca Yaradılış kitabında görürük ki, onların ilk yaradılan ailənin, yəni Adəm və Həvvanın heç bir problemi yox idi. Yəni, onlar çox gözəl yaradılmışlar və onları Rəbb heç bir əzab-əziyyətə düçar etmədi. Yəni, onlar əzab-əziyyətin nə olduğunu bilmirdilər. Onlar heç bir şeyin qayğısını çəkmirdilər. Çünki Rəbb Allah hər şeyi onlara hazır eləmişdi, hazır, rahat vermişdi hər şeyi onlara və onların Rəbləri var idi. Və bir sözü də demək istəyirəm ki, Rəbb onların arasında olan və ailələrinə gözəl təsir göstərən bir şəxsiyyət idi. Görün, nə gözəl sözdür. Həqiqətən, o elə bir şəxsiyyətdir ki, Rəbb insana rahatlıq verir, xeyir-dua verir və onunla sən heç bir şeyin qayğısını çəkmirsən. Və nə qədər ki, Allah onların arasında idi, onların heç bir problemi yox idi və günah onlara heç bir zaman yaxınlaşa bilmirdi. Amma onların həyatında nə baş verdi və nə vaxt onların həyatına günah girdi? Bunu Zar bizə biraz başa sala bilərsənmi? Əlbəttə ki, sən gözəl vurğuladın ki, onların hər bir şeyi gözəl idi. Nə dərd çəkirdilər, nə qayğı çəkirdilər. Allah onların qeydinə qalırdı. Hətta onlara tapşıracağı bir şey var idi. Onlara demişdir ki, bu ağacın meyvəsindən yemə. Çünki yediyin gün öləcəksiniz. Və həmçinin də Allah Adəmə tapşırmışdı ki, bağın qeydinə qal və onu becər, ona qulluq elə. Bu Allahın tapşırığı idi və bugünkü gündə də bütün ailələr üçün də bu keçərlidir. Allah hər bir ailəyə bunu tapşırır ki, o həm öz ailəsinin qeydinə qalsın və həmçinin də cəmiyyətin də qeydinə qalsın. Çünki biz bilirik ki, ailə cəmiyyətə çıxan bir qapıdır. Və hər bir cəmiyyətə nəzər salsaq, biz görə bilərik ki, nə qədər ki bizim istər dövlətimizdə, istər məmləkətimizdə, harada yaşayırıqsa yaşayaq, əgər ailənin içində olan insanlar, Allaha bağlı olan insanlar olarsa, əgər onların istəkləri, götür-qoyları bu günləri Rəbblə böyümək, Rəbblə addımlamaq, onun sözü ilə yaşamaq olarsa, onda o cəmiyyət də o dərəcədə dəyişər.
və cəmiyyət də günahdan da uzaq olar. Necə ki, sən bayaqları vurğuladın ki, onlar Allahla yaşadıkça onların bütün istəkləri, fikirləri, düşüncələri Allahın istəklərini yerinə yetirmək, onu razı salmaq olar. Və həmçinin də başqa bir pislik araya daxil olmaz. Amma araya daxil olmuş pislik demişkən, Adəm və Həvvanın arasına bu pislik daxil oldu. Və biz əgər baxsaq, bu hardansa qıraqdan gəlmədi. Bu daxildən başlandı. Bu daxilə düşmüş, araya fikir kimi daxil olmuş bir istək oldu. Bu Həvvanın ürəyinə elə bir istək daxil oldu ki, qıraqdan, ki görəsən o ağacın meyvəsindən datsam nə olar? Bu maraq hissi, bu qıraqdan gəlmiş üçüncü bir istək idi. Və bu istəyi də onun ürəyinə qoyan iblis oldu. Maraqlıdır ki, mən bu vəziyyətə baxanda həqiqətən də belə heyran oluram. Niyə? Çünki necə ki Adəm və Həvvanın onların arasına iblis girdisə, bugünkü gündə də biz görürük ki, bir çox ailələr nəyin üstündə dağılır? Qıraqdan müdaxilə edən insanlar və yaxud qıraqdan ailəyə daxil olan fikirlər, istəklər, cürbəcür, belə deyək də, ailəyə mane olmaq istəyən, ailənin nüfuzunu, ailənin daxilində olan möhkəmliyini paxıllıq ucbatından başa düşürsən xeylə. Bu günləri əgər biz baxsaq ki, ailədə məsəl üçün ailə möhkəmdir, ailə güclüdür, amma iblis yatmır. O çalışır oranı dağıtsın, çalışır ora müdaxilə eləsin. Onun əsasən istəyi, biz müqəddəs kitaba baxanda biz bilirik ki, iblis elə-belə gəlmir. İblis gəlir dağıtmaq üçün, iblis gəlir oğurlamaq üçün, iblis gəlir məhv eləmək üçün. Və onun da istəyi ailəni dağıtmaqdır. Və bəzən də olur ki, bu üçüncü bir insan vasitəsilə baş verir. Biz günaha nəzər salanda biz görə bilərik ki, günah elə bir dağıdıcı qüvvəyə malikdir ki, ailəyə qıraqdan iblisin hansısa bir istəyi daxil olan kimi ailə paramparça olur. Və bunun üçün də Rəbb özü bizə yaradılışda belə birbaşa deyir ki, o meyvədən yemə. Çünki yediyin gün öləcəksən. Bir şəxs, yəni ailədə istər ər və yaxud istər arvad, hansısa bir iblisin istəyini, o üçüncü şəxsin o istəyini ürəyinə buraxırsa, o bilavasitə necə ki Həvva o bəhrəni götürdü və bununla özü daddı ondan, dadandan sonra gəldi ailənin içinə və Adəmə də təklif elədi. Düzdürmü? Və bax, bu üçüncü şəxsin təsirinə bax, iblis o fikri atır ailənin içinə, məsəl üçün ərin və yaxud arvadın ürəyinə hansısa bir fikir atır. Məsəl üçün, sənin qadınlarda olur da, rəfiqələrin arasında bir də görsən söhbət düşür. Sənin ərin nəsə gec gəlir evə, bir maraqlan gör hardadır, nə ilə məşğuldur. Belə bir adi bir sözdür də, indi deyir də. Amma baxırsan, görsən ki, əgər həyat yoldaşı həmin vaxtda o rəfiqəni susturmasa və ona deməsə ki, ay bacım, mənəm, ərimdir, özümüz bilərik, nə vaxt gəlir, nə vaxt gəlmir. Amma ola da bilər ki, həmin ərəfədə o qadın o sözü ürəyinə buraxmasın, güya bildirsin ki, yox, elə ola bilməz. Amma içində birdən narahatçılıq yarada bilər o istək, o fikir ki, doğrudan görürsən bu niyə gec gəlir evə? Baxmaq lazımdır, mütləq bu şeylərə nəzər salmaq lazımdır ki, bu şeylər olursa, istər ər, məsəl üçün, sən həyat yoldaşın evdə tək qalır və yaxud evdə tək olanda nə ilə məşğuldur? Bu kişilərin içində məsəl üçün ola bilər ki, biraz onu sıx saxlayınan birdən də ola bilər də hər şeydir. Belə şeylər bəlkə də həmin ərəfədə insana pis təsir eləyə bilər ki, sən bu nə söhbətdir, bu nə danışıqdır eləyirsən. Amma o söz düşür insanın ürəyinə. Bir toxum kimi düşür insanın ürəyinə və insan istər istəməz. İblisdir də atdı. Bir toxumdur. Bir lazımsız olan bir şeyi atdı insanın ürəyinə. Bir də ayılırsan ki, o bəlkə də bir üzə verməsə, amma nə edir? Başlayır narahat olmağa, başlayır yoxlamağa,
başlayır öz həyat yoldaşını hər gedişini, girişini, gəlməyini, hara getdi, nə ilə məşğuldur, bu şeyləri araşdırmağa. Niyə? Çünki artıq təsir eləyib. Artıq zəhər öz yerini tapıb. Artıq zəhər daxil olub insanın daxilinə və o başlayır yavaş-yavaş insanı çürütməyə daxildən. Və biz görürük ki, üçüncü şəxs nələr eləyə bilir. Doğrudan da elədir. Və mən müqəddəs kitabdan bir ayəni istəyərdim oxuyum. Maraqlı bir ayədir. Bu Süleyman Peyğəmbərin məsəllərində 11-ci fəsil 14-cü ayədə yazılıb. Burada belə yazılıb. Düz məsləhət verilməyən yerdə xalq yıxılar. Doğru nəsihət verən çoxdursa, xalq qurtuluşa çatar. Maraqlı ayədir. Həqiqətən də düzgün məsləhət verən olsa, onda nəinki xalq, həmçinin də xalq da kimdən ibarətdir? Ailələrdən ibarətdir, bir cütlüklərdən ibarətdir, bir nəsillərdən ibarətdir, hansılar ki, o ailədən çıxıb. Və əgər o ailəyə düzgün məsləhət verən yoxdursa, onda sözsüz ki, o ailə dağılmaq üzrə gedə bilər, əgər o lazım olmayan sözlərə, fikirlərə qulaq asarsa. Həqiqətən də elədir Xəyalə. Xəyalə, doğrudan da elədir. Sən bu haqda nə fikirləşirsən? Mən Süleyman Peyğəmbərin Məsəlləri kitabından 6-cı fəsil 12-ci ayədən 14-cü ayəyə qədər oxumaq istəyirəm. Burada nə yazılıb? Yaramaz adam, şər insan, əyri danışaraq dolanar, göz vurar, ayaqları ilə işarə edər, barmaqları ilə göstərər, qəlbinin məkirli niyyəti var. Həmişə şər qurar, nifaq salar. Həqiqətən də gözəl yazılıb və Rəbb burada hər şeyi gözəl vurğulayır. İnsanların ürəyinin daxilini və niyyətini ancaq Rəbb bilir. O bilir ki, kim sənə yaxınlaşıb nə məsləhət verir. Rəbb bilir ki, o insan o məsləhəti sənə verəndə o niyyətinin arxasında nə durur. Və o cür pis niyyətli olan insan heç vaxt olduğu kimi görsənmir. Yəni, sən o insana baxanda onun... Dost kimi görsənmir. Bəli. Yəni, zahirən sən o insana baxanda nə onun buynuzlarını görə bilmirsən, nə də quyruğunu. Və o zahirən şirin dilli mələyə bənzəyir. Güya sənə kömək etmək istəyir, güya sənin dərdinə şərik olmaq istəyir. Amma məqsədi şərdir. Bəli, və yaxud da sənə görə narahatdır. Amma mən deyərdim ki, pis insanın ürəyi Allahın əlində deyil, onun ürəyi iblisin əlindədir. Və iblis ondan özü istədiyi kimi istifadə edir. Necə ürəyi istəyir, elə də istifadə edir. Və hətta elə bir insanın istəyi ailənin arasına girib, üçüncü şəxs kimi araya girib ailəni dağıtmaq niyyəti də olur. Və bu insan bunu bilərək eləmir. O insan özündən asıl deyil bu hərəkətlər eləyəndə. Və o cür insanın məsləhəti ilə yaşayan ailənin həyatında birincisi xaos olur, ikincisi də özbaşınalıq olur. Həqiqətən çox təhlükəli bir vəziyyətdir və biz deməli, həmin ailədə kimin gözdən nə xoşdursa onu da eləyir. Bəzən elə olur ki, axmaq bir söz deyilir ailədə, yəni üçüncü bir şəxs tərəfindən ailədə axmaq bir söz deyilir və o ailədə ər və yaxud da qadın o sözə qulaq asır, o sözü ürəyinin daxilinə buraxır və o söz onları içərdən başlayır yeməyə. Və bu zaman ər-arvad arasında problem yaşanır. Və hər ikisi o sözə inanaraq bu problemi ailələrinə buraxırlar və iblis rahat o ailədə öz işini görür. Biz gərək diqqətli olaq ki, nəinki öz ailəmizə belə bir sözü buraxaq, hətta başqalarına da axmaq məsləhət verməyək. Efeslilərin kitabında 4-cü fəsil 29-cu ayədə belə yazılıb. Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir-dua versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin. Amin. Həqiqətən də elədir Xəyalə. Biz üçüncü insanın ailəyə müdaxilə eləməyini görürük. Biz bəzən də görürük ki, bir insan necə ailəni dağıda bilir. Bu, həm qadın ola bilər, həm kişi ola bilər. Yəni, burada söhbət təkcə o insanlardan getmir ki, hansı ki, elə bir söz atır, elə bir söz deyir və yaxud lazım olmayan, şübhələndirici, insanın ürəyinə inam yox, şübhə əkən insan
hansı ki, tutaq ki, həyat yoldaşı haqqında elə bir söz deyir ki, onu narahat eləsin. Bunu da məqsədyönlü deyir. Bəlkə paxıllığından deyir, bəlkə də içində elə bir hərisliyi var. Amma elə bir insanlar da var, hansılar ki, sadəcə olaraq müdaxilə eləmək istəyir və mən nə qədər görmüşəm elə bir niyyətli insanlar, hansılar ki, həqiqətən də bu dəhşətdir. Belə şeylər hətta məbədlərin içində də olur. Yəni, tutaq ki, qadındır, qadının gözü düşüb başqasının ərinə və onun da məqsədi yavaş-yavaş onun, belə deyək, həyat yoldaşına yaxınlıq eləmək, gəlib onunla dostluq eləmək, onunla rəfiqəlik eləmək ki, yavaş-yavaş ərinə yaxın olsun. Bu niyyət hardan ola bilər? Bu niyyət hansı insanda ola bilər? Sözsüz ki, ürəyini artıq iblisə vermiş bir insana xas olan bir xüsusiyyətlərdir bunlar. Yəni, bu əslində dəhşətdir. Niyə görə dəhşətdir? Çünki biri var, düzdür, biz dünyada belə şeyləri görürük. Bu pislikləri biz dünyada görürük və bununla rastlaşdıqca insan xarab olur. İnsan pis olur ki, axı necə ola bilər? Sən başqasının ailəsinə necə müdaxilə edə bilərsən? Sən başqasının ailəsini necə dağıda bilərsən? Necə ola bilər ki, onların uşaqları ola-ola, artıq neçə ilin ailəsi olaraq bunlar artıq təməl salmış, yetişmiş və böyümüş ailədirlər. Amma bir an içində görürsən ki, hansısa bir qadına görə öz ailəsini dağıdır. Nəyə görə olur bu? Biyaxları mən söylədiyim bir şeydir. İblis heç açan bizim yanımıza belə deyək də, buynuzlu və yaxud belə əcaib bir məxluq kimi gəlmir. İblis gələndə həmişə mülayim, şirin dilli, heç açan pisliyi arzulamayan və biz müqəddəs kitaba əgər nəzər salsaq, İsa Məsih belə şeylərə görə xəbərdarlıq eləyib. Belə şeylərə görə xəbərdarlıq eləyərək deyir ki, siz pisliyə qarşı sadə olun, amma yaxşılığa qarşı müdrik. Bu nə deməkdir? Əgər sənə bir insan yaxşılıq eləməyə çalışırsa, bir maraqlan, bir soruş, görürsən o sənin ailəvə və yaxud gəlib səninlə niyə dostluq eləyir? Nəyə görə bu şeyləri eləyir? Bunun məqsədi nədir? Ürəyinin istəyi nədir? Yaxşılıq eləmək istəyirsə, qoy eləsin, problem deyil. Amma yenə də ehtiyat eləyim. Yenə də maraqlan, görürsən bu bunu niyə görə eləyir? Və yaxud o insan sənə pislik eləyirsə, o insanın məqsədi bilinirsə ki, sənə qarşıdır, o insana əksinə mərhəmətli ol, o insana qarşı həlim ol, sadə ol, onun etdiyi hərəkətləri, yəni qıraqdan müdaxilə eləməklərinə, əksinə sən həmin vaxtda Rəblə cavab ver və mənə elə gəlir ki, həmin vəziyyətlərdə gözəl olar. Müqəddəs kitabda Yeşayanın kitabı 28-ci fəsil, həm 23-cü ayə, həm 26-cı ayə, həm 29-cu ayələrin bəzi yerlərini qeyd eləmişəm. Onlar çox maraqlı ayələrdir. Yazılıb ki, qulaq asın. Rəbb birbaşa deyir, qulaq asın. Sonra belə deyir, səsimi eşidin. Həqiqətən də maraqlıdır. Rəbb danışanda insanla və ələxüsusda ki, ailəyə hansısa bir sözü deyəndə, o çalışır o ailəni ilk növbədə və yaxud o insanı ilk növbədə oyatsın. Ki, oyan. Əgər yatmısansa, əgər iblis artıq o fikirlərlə və yaxud o istəklərlə, yaxşı şirin-şirin sözlərlə sənin fikrini artıq ürəyi alıbsa ələ, Rəbb görün nə deyir? Qulaq as. Yəni, dayan. Sonra isə gör nə deyir? Səsimi eşidin. Və dalıca deyir, diqqət elə. Diqqət edin. Dediyimi dinləyin. Yəni, Allahın dediyini dinləməkdən ötürü adi biz bir-birimizlə indi oturub danışırıq, söhbət edirik. Əgər bir insan əks tərəfi dinləməsə, yəni dayanmasa, bütün qıraq fikirlərini qırağa qoymasa, artıq lazımsız fikirləri qırağa qoymasa və dayanıb dinləməsə, onun həyatı dəyişməyəcək. Ailəyə hansısa zərər vura biləcək, hansısa qıraqdan müdaxilə eləyə biləcək fikri qırağa qoyub, bir anlıq dayanmaq lazımdır və Rəbbə baxmaq lazımdır. Rəbbə baxıb onun o səsini eşitmək lazımdır. Bəzən olur ki, dünyanın istəkləri, dünyanın fikirləri, bəzi o maraqlı, insana maraq edən bəzi şeylər
ailədə nə baş verirsə, bu şeylərdən insanı o dərəcədə ayırır, kör eləyir ki, sənin xəbərin olmur ki, artıq iblis gəlib girir ailənin ta ortasına. Necə ki, Adəm və Həvvada oldu, iblis gəldi, ta ortasına girdi və artıq iblis Həvva ilə söhbət eləyirdi. Həvvanın isə xəbəri yoxdur ki, onunla danışan iblisdir. Həvvanın ümumiyyətlə xəbəri yox idi ki, o ilanın cildində ona o sözləri deyən iblisdir. Niyə görə? Ona görə ki, o yaq deyildi. Ona görə ki, o artıq yatmışdı. Ona görə ki, o birinci növbədə Allahın sözünə diqqət edilmirdi. Allahı kənara qoymuşdular. O şəxsiyyəti, hansı ki, biz yadındadırmı, ilk verilişin başlanğıcında ayə oxuduq. 3 qat ip tez qırılmaz. O 3 qat ip, o ər, arvad və Rəbb Allahdır. O üçüncü, amma mən üçüncü deməzdim, o əsas bir şəxsiyyətdir. O həm birincidir, həm də ən əsas bir, həmin ailənin bir təməlidir. O olmasa, ora başqa bir üçüncü kim daxil olarsa, oranı dağıdacaq. Əgər o şəxs, bizim ailələrimizin dostlarımız var, bizim yaxın qardaşlar var, hansılarla ki, biz bir yerdə vaxt keçirdirik. Biz həmişə birlikdəyik və onlar heç açan gəlib bizim ailəmizə müdaxilə etmək istəməz. Əksinə, onlar baxarlar ki, əgər ailənin içində hansısa bir çaxnaşma baş veribsə, iki insan bir-birinə yola gedə bilmirlərsə, əksinə çalışırlar, nə etsinlər? Barışdırsınlar, gözəl məsləhətlər versinlər, bir-birlərini yaxın eləsinlər, qovuştursunlar ki, bu problem yaşanmasın. Bu nədən irəli gəlir? Onların istəyib nəyə görə belədir? Biz bayaqları pis niyyətli insandan danışırdıq. İndi isə yaxşı niyyətli insanlardan danışmaq istəyirəm ki, hansılar ki bizi sevir, hansılar ki bizi özlərinə yaxın görürlər, hansılar ki sevirlər və sevgilərindən irəli gəlir ki, onlar bizə yaxşı məsləhət vermək istəyirlər. Çünki bizim yaxşılığımızı, xeyrimizi istəyirlər. Və maraqlıdır, bu günləri biz əgər ailələrə nəzər salırıqsa, biz görürük ki, istər negativ hallar baş verir, istər pozitiv hallar baş verir. Ailələrdə müdaxilə edən insanlar da var, əksinə məsləhət verib, gözəl məsləhət verən insanlar da var. Və mən istəyərdim ki, bugünkü gündə bir çox insanlar Allahın səsinə qulaq assınlar. Nəyə görə bunu söyləyirəm? Çünki Allahın səsinə qulaq asan adam, onun məsləhəti ilə gedən insan həmişə xeyir tapır. Ailəsi üçün həmişə xeyir tapır. Və mümkün deyil ki, əgər Allah sənə məsləhət verirsə, sən onu etmirsənsə, yaxşı bir vəziyyətə qalasan. Çünki Adəm və Həvvanı, yenə də qayıdıram ora, çünki ilk ailə formatı oradadır. Çünki ilk cütlük oradadır. Və ilk o ailəyə üçüncü şəxsin müdaxilə etdiyi yer də oradır. Və orada iblis daxil olandan sonra fikir verirsən nələr baş verdi. Onlar ilk növbədə Allah üçün öldülər. İkinci növbədə onlar Allahdan uzaq düşdülər, yəni cənnətdən qovuldular. Və ondan sonra da, bax, nələr baş verir. Onların öz övladlarının arasında da belə gör nələr baş verir, qatillik. Və indiyənə qədər, bax, o iki şəxsiyyətin arasına iblis daxil olandan sonra, indiyənə qədər bütün bəşəriyyətin tarixinə, bütün bəşəriyyətin həyatına biz nəzər salırıq və görürük ki, nə qədər ki, o ailədə Allah var idi, hər şey gözəl idi. Amma iblis daxil olandan sonra və iblisin niyyətində, iblisin məqsədində, iblisin istəkləri ilə müdaxilə edən insan o ailəyə gəlib öz istəklərini yeridəndən sonra o ailə dağılır. Həqiqətən də bizi izləyən tamaşaçılara bir məsləhət vermək istəyərdik. Həmişə oyaq olun. Əgər kimsə yaxşı məsləhət verirsə, bunu da Allahın sözü ilə müqayisə eləyin. Qoy Allahın sözündə olduğu kimi olsun ailəmiz. Və əgər başqa bir şey varsa və nəsə qıraq, nəsə bizə məsləhət verilirsə, onu susturaq, dayandıraq və deyək ki, əgər belə bir məsləhət verirsənsə, ilk növbədə öz ailəvə bu məsləhəti ver. Rəbb sizə xeyir dua versin
və həmişə Rəbblə olun. Gələn verilişlərdə biz başqa mövzular haqqında danışacağıq. Əgər diqqətli olarsınızsa, öz ailəniz üçün xeyir taparsınız. Rəbb sizi qorusun. Amin. Rəbb sizi qorusun, Rəbb sizinlə olsun və Rəbb iblisə qadağan etsin ki, ailələrə soxulmasın. Amin. Amin.